Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalından. Bax, burada da bu biri toyuğumuz çıxardıbdır. Bunun balaları balacadır, deməli 5, 9 dənədir bunun balası. 4-ümü 5-imi lüt boğazdır, qara lüt boğaz da var içində. Bax, başını çıxardır anasının altından. Digərləri də var. 5-i də ağdır. İndi o ağlar dəyişəcək, görürsünüz qənətləri şey olur, qaralır. Burada hamısı özü çıxardandır, yəni almamışam. Biz gün altından gördünüz, çıxdılar. Bu boza çalır, bax. Ağ da yox. 9 dənədir. 4-ü adidir. Qalanı lüt boğaz. İçində bax kirpi də var. Görürsünüz, bax bunun qənətləri şey olur. Biraz yemdən tökək. Yesinlər. Belə. İstədim çəkən bunu da sizinlə paylaşım. Belə videoları çox sevirsiniz, yəni boş-boş danışanda. Şəxsi həyatla bağlı, yəni şəxsi həyatla, yəni bu ay bu qədər cücəm çıxdı, ay bu qədər ördəyim var, qazım var. Çünki faydalı videolar çəkəndə filan xəstəlikdə filan dərmanı verin, filan şeydə bu dərmanı verin, o videolar az baxsın. Çünki sizə fayda lazımdır. Sizə kiminsə şəxsi həyatı, malı, mülkü lazımdır. Çünki mən baxıram da TikTokda da bir çoxu kimsə şəxsi həyatını çəkib paylaşanda, gic-gic videolar, arvadını, zadı çəkib baxanda insanlar daha da çox onlara baxırlar. Kim o faydalı məlumatlar verənlərə. Sanki bizi İraq yaxşılarımızdan da bəzilərimizi, bəzilərimizin öyle çoxunu, 70%-ni kiminsə şəxsi həyatı maraqlandırır. Kimin nə malı var, kimin nə heyvanı var. Bax, ona görə də elə videolar çox səs yığır. Baxıram ki, yəni ay 5 dənə ördək aldım, 10 dənə qaz aldım, 20 dənə hündüşkam çıxartdı. Elə danışanlara çox baxsınız. Faydalı məlumat verənlərə baxmısınız. Ona görə də mən elə belə boş-boş videolar mən də çəkəcəyəm. Həmçinin də belə deyək də az çəkəcəyim sözün düzü. Görüm ki, baxmısınız, eləmisiniz, elə ta nəyə çox çəkim. Ona görə elə biraz həvəsdən sağlıqsız insanı. Elə nə çəkəcəyim, o da bəsdir. Ayda 50 dəfə, 2 dəfə. Yəni, aya bir dənə, 2 dənə, 3 dənə video. Belə. Belə də yem də tökdüm. Ona görə elə belə videolar çəkəcəm. Neysə. Mən burada da lüt boğazların biri qaradır, biri qırmızıdır. Nə olursa da ağzının rənglərini dəyişəcək. Ataları kimi şey olacaqdır. Xınalı zat. Belə. Bunlar hamısı evdə çıxandır. Belə küt düşən toyuqları çox saxlamaq lazımdır.
ki, yəni çox deyəndə, yəni 3 il, 4 il saxlamaq lazımdır ki, hər il kürk düşürlər bunlar. Mən bax bu ikisi, bundan öncəki videomda qara başı kəkilli var idi. O təzədir, 1 illik heç yoxdur, düzəməli o yatdı. İndi onu 3 ildən sonra 4 il saxlayacağam. Bunu isə bu 2 illikdir deyəsən. Bunu isə şeydir. Yəni nə bilim 1-3 il zətdə bunu saxlamaq olar. Ümumiyyətlə belə kürk düşən toyuqlara heç dəyməsən yaxşıdır. Yəni 3 il, 5 il, 10 il, neçə il yaşasa elə hər il bastırasan. Girdilər analarının altına. Belə. Nə deyim? Yemdəki şəkəri yemdim. Yillər. Biraz belə edeyim. Çıxsınlar şeydir. Yesinlər, nə qədər çox yesələr o qədər xeyirdir. Bu şəkəri yemi nə qədər çox versəz, yəni o giz o yemlərdən verəndə yaxşı böyümdən. Belə yem tez böyüdür onları. Ona görə belə yem vermək lazımdır. Bəzi adamlar öz bildiyini eləyir ki, ay mən neçə ildir baxıram, şeydir, bilmirəm nə verim. Nəysə, mən məsləhətim budur. Bu yemlər tez böyüdür. Uşaq aman vermə və çəkir. Yaşlı, 5 dəqiqə dur, qoy çəkim. Belə. Belə, bu qara lütboğazın başı da şey, pompolu. Anasına şey olub. Yəqin elə anası öz şeydir, bu toyuqda, atası da lütboğaz olduğundan belə karişnivi, qara başı karişnivi, pompolu, lütboğaz olubdur. Belə. Belə əziz izləyicilər, artıq videomuzu yekunlaşdıraq. Cücələr də qoy analarının altına girsin. Çünki üşüyürlər. Videomuzu yekunlaşdıraq. Hər kəsə təşəkkürlər. Kanalımıza, Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun. Sağ olun, salamat qalın. O kanalımızda da gözəl videolarımız gəlir. Belə, bu qədər. Sağ olun, salamat qalın.